Deməli, bir daha 113 nömrəli məsələ haqqında. Deməli, dedik ki, çevrənin uzunluğu 2 pi r hesablanır. Pi ilə verib 3, bolda 6 r. Birinci çevrənin uzunluğu radiusu 40 olduğundan 240 metr. İkinci çevrənin uzunluğu radiusu 30 metr olduğundan 180 metr. Üçüncü çevrənin uzunluğu radiusu 2 metr olduğundan 120 metr. İndi birinci çevrəyə o neçə dəqiqə vaxt sərf eləyər? ...240'ı bölərik 60'a 4 dəqiqə. İkinci çevrəyə qət eləməklə 180'ı bölərik 60'a 3 dəqiqə. Üçüncü çevrəyə getməyə nə qədər vaxt sərf eləyər? 120 bölərik 60'a 2 dəqiqə. Söhbət burada gedir ki, deyir ki, velosipedçilər üçü də AB düz xətt üzərində olsunlar. AB düz xətt üzərində. Ola bilər ki, dairədə diametrin sağ ucunda yox, sol ucunda olsunlar. Onlar mesela burada da ola bilərlər də. Buralıqda da ola bilərlər. Ona göre burada ne ayırmalıyıq biz? Bu 4 dəqiqəyə böyük çevrəni qət edirsə, 2 dəqiqəyə o yarısını çevrəni gedər. 2 dəqiqəyə çevrənin yarısını gedər. Yəni A' nöqtəsində olar. Bu obrisi ki var 3 dəqiqəyə gedən, o dəqiqə yarıma gedir, çevrənin yarısı. Bu dəqiqə yarım dəqiqə yarıma gedir də çevrənin yarısı. Dəqiqə yarıma gedir. Üçüncü də ki 2 bölü 2'ye yarısın gedir 1 dəqiqəyə. Bizə lazımdır ki, bunlar üçü də bir düz xətin üzərində olsunlar. A, B, C düz xət üzərində. Ya A işlərikdə, B işlərikdə, C işlərikdə olsunlar, ya B, C'də onun fərqi yoxdur. Bu 1/5 kəsr ədəddir. 1/5 kəsr ədəddir. Deməli, bu 1/5 dəqiqəyə yarısın gedir. Amma tam getməsi 3 dəqiqə lazımdır mənə. 3 dəqiqə. Amma bu burslar tam dəqiqədə gedirlər də A iştirikə, C iştirikə. O tam vaxtlarda olurlar. Ona görə biz bu yarıma baxmayacaq, ancaq 3 dəqiqəyə baxacaq burada. 2, 3, 1'in ekobunu tapacaq. 2, 3, 1'in ekobunu tapacaq. Bu eləyir 6. Deməli 6 dəqiqədə nə baş verəcək? 6 dəqiqədə. Deməli, A'dan çıxan velosipedçi 6 dəqiqəyə, o bütün yolu 4 dəqiqəyə gedir. A'dan gedən bir dəfə tam dövr eləyəcək, sonra gəlib A iştirikdə olacaq 6 dəqiqəyə. B'dən çıxan velosipedçi 6 dəqiqəyə, o 3 dəqiqəyə tam gedir də, 2 dəfə dövr eləyib B'də olacaq. C'dən çıxan velosipedçi də 6 dəqiqəyə gəlib qədə C'də olacaq. 6 dəqiqəyə gəlib C'də olacaq. Deməli, 6 dəqiqədən sonra onlar üçü də AB düz xətti üzərində olacaq. Ona görə cavab 6 dəqiqə eləyir. Cavab 6 dəqiqə. Verilən cavab hələ doğruymuş. Mən deməli, məsələyə səhv baxmışam.